Masallı rayon İntiqam Ələsgər küçəsi asfaltın düz qırağında Masal mebellər üzbəüz avtoyuma. Bax, belə bir gözəl obyektimiz. Arkada da evi var. Evi ilə əslində birlikdə satılır. Sadəcə müştəri olarsa adden satmaq da mümkündür. Balaca belə bir setkası var obyektin. Və bu xalça yumadır. Barlı avtoyuma. Maşınların yolması da mümkündür. Xalça yuma da mümkündür. Gözəl sahəsi var. Bütün sənədlər qaydasındadır. Paket qupçadır. 3 sotun içərisindədir. Obyekt 6 sotun içərisindədir. Ev isə 3 sotun içərisindədir. Obyektdə hər şey mövcuddur. Parkovka zonası da var. Hal-hazırda bu bunun ofisidir. Əyləşib oturmağa. Və bu da bizim çayxanadır. Çayxananın da çəkilişini eləmişəm. Çay evi, tutu çay evi. Və evimiz, obyektimizin qarşısı çox gözəldir. Düz asfalt yaxınlığındadır. Yəni alanla da çox sərf eləyəcək. Yəni hal-hazırda arendadadır. Hər ay 2000 arendadan gəlir. Alan adamın da yenə həmin işçilər işləsə həmin 2000 gələcək. Həmin üstü sözü işlətsə necə istəyir. Bu da evimizə gedən istiqamətdir. Evimizi də paylaşacağım. Super əlverişli yerdədir. Düzdür, qiyməti biraz fərqlidir. Amma dəyər. Allah sizlərə xeyir versin. Allah sizlərə ömür versin inşallah. Rozunuz bol olsun. Bu obyekt çay evi də həmin çəkiliş üzərinə daxildir. Alan adam buranı kiraya da verə bilər. Öz evinin qabağında işlədə edə bilər. Super görkəmə malikdir. Var mesafəsi. Kunas ilə sitaş edin. Manqalınız olmayın. Salam aleykum əziz izləyicilər. Masallı şəhər İntiqam Ələsgər küçəsində belə bir gözəl evimiz satışa çıxıb. Evin hər bir təchizatı var. Navesi bu qaydada görürsünüz yəqin ki. Navesindən keçirik. Bu gözəl qaydada. Hamam, tuvalet burada var. Burada yerləşir. Tuvalet hissəsini, bu həyətdə olan hissədir. Burada gözəl bir cam balkondan yığılmış. Terasdır. Kuklana böyle. Kuklana belinden keçirik. Bizi gözəl bir şey qarşılıyor burada. Bu evimizin arka hissəsinə keçəndə. Gözəl svobodna место var. Burada da bir setka toyuğun boyuqlamada da eləmək mümkündür. Hal-hazırda toyuqlar olub da yəqin ki. Yeşə bir həyəti var. Bu da bağ üçün nəzərdə tutulur. Evimizin çəkilişi ilə tanış edilmiş. Kvadrat 2 metrə, 10 üzərində tikilib. Kombi sistemi, Ariston. Evimizdə belə bir dəhliz bizi qarşılıyor. Evimizin kukla mebeli. Güzel
səviyyələri. Evimizin koridoruyla ilə tanış olursunuz. Güzel mənzərədir. Burada bizim desk otaq, burası biraz dağınıqdır. Burada bizim üçüncü otağımız, yatak otağı. Hamam tuvaletimiz 301